Hansı cümlədə fərqləndirilmiş söz zərfdir? Yadda saxlayın. Zərf əsasən hərəkətə aid olur. Əsasən hərəkətin yanında gəlir. Məsələn, mən hərəkəti izah edirəm. Məsələn, qız yavaş danışır. Görün mən qız nə tərzdə danışır? Danışmağın tərzini izah edirəmsə, yavaş orada zərfdir. Görək o tip ifadə hansı variantda var? Əlbəttə ki, cavab B variantı. Görək niyə? O gözəl oxudu. O nə tərzdə oxudu? Elə bil ki, hərəkətin tərzini bildirir əsasən. Cavabımız B variantı. A-da fikir versəz, əşyanın necəliyidir. C-də də əşyanın necəliyi, D-də də əşyanın necəliyi. Amma biz əşyanın necəliyini axtarsaydıq, sifət axtarardıq. Bizdən isə zərf soruşulur. Ona görə zərf deyəndə hərəkətə aid olan bir ifadə tapmalıyıq. Dəyərli şagird, valideyn və müəllimlərimiz, izahlar yararlı olursa və bu tip izahların davamlı olaraq gəlməyini istəyirsinizsə, kanala abunə olmağı və rəylərdə öz dəyərli fikrinizi bizimlə bölüşməyi unutmayın. Sizlərdən gələn hər bir rəy müəllimlər üçün böyük motivasiya sayılır.